Böyük Qayçada 1-ci dövlət proqramına əsasən işğaldan azad edilən ərazilərə növbəti köç baş tutub. Bu dəfə Böyük Qayıdışın ünvanı Ağdərə rayonunun Suqovuşan kəndi olub. Əməkdaşlarımız Ağdərə sakinləri ilə həmsöhbət olub, onların sevinç və həyəcan dolu anlarına şahidlik ediblər. İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. Suqovuşan kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Bu mərhələdə kəndə 54 ailə, yəni 179 nəfər köçürülüb. Bu günlərim elə bir gündür ki, mənim qardaşıma ev veriblər Suqovuşandan. Bu gündən elə bir sevinçli gündür ki, Allah'ın olsun elə bir ki, dünya aləmdir də. Yəni bunu heç nəylə bölüşmək olmaz. 26 yaşında çıxdıq. İndi də xoş təəssüratlarla geri qayıdırıq. Çoxluğum vardır. Nəvələr, gəlinlər, 5 nəvəm var. Əlbəttə ki, olacaq, evimiz olacaq, şükür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını dilə gətiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. İndi sevinclə gedirik Suqovuşana, qalan ömrümüzü orada yaşayacağıq. Allah ömür versin, Allah ordumuzu qorusun. Sevinclə gedirik. Oğlum, gəlinim, nəvəmlə gedirəm. Çotaqlı ev qismət olur. Neçə illərdir əziyyət çəkmişik, yəni ev hökumət binasında olurduq. Bugün çox şükür Suqovuşandan yeni evlə təmin olunuruq. Şükür bu günə, inşallah yaxşı olar. Suqovuşan kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə, yəni 591 nəfər siyahıya alınıb. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizin can sağlığı, veteranlara da Allah can sağlığı versin. Bugün çox xoşbəxtəm ki, yəni öz elimə olma qayıtmışam. Əziyyəti olan hər bir kəsin Allah canını sağ eləsin. Mən kənddən çıxanda 12 yaşım vardı. İndi Allaha şükür, Allah şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu, millətimizi qorusun. Şükür, yaxşıdır hər şey. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.